Salam, axşamınız xeyir. Hörmətli Bakı FM radyo dinləyiciləri və Bakı Milli Televiziyasının tamaşaçıları, sizinlə efirdə mən aparıcı müğənni Nizami Kəlbəcərlidir. Verilişimiz bir çox aktual, müasir çağdaş Azərbaycanımız, vətəndaşlarımızın istəkləri, problemləri və s. məsələlərdə sizə yaxından dəstək olmaq missiyasını daşıyır. Eyni zamanda tanınmış, xalqın, dövlətin hörmətini qazanmış ziyalı qonaqlarımızla efirimizdən çox dəyərli və maraqlı söhbətlər, tövsiyələrlə huzurunuzda olacağı. Bugünkü ilk verilişimizin də çox hörmətli qonağı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair, publisist, çox hörmətli ziyalımız Mürvət Qədimoğlu Həkəridir. Online xidmətimiz aktivdir. Sizin SMS-lərinizi gözləyirik. Bura çox maraqlıdır. Bizimlə qalın. Toylarımızdakı o şah bəzəmə məsələsi. Və elə gəlinin, o maşınlarda gəlinin aparması sonralardan çıxdı ortaya. Atı bəzəyirlər, o atın üstündə gəlinlərimizin... Gəlin utancaq olardı. Toydan hətta bir ay sonra bizə çarpmanın arasında. Bunlar olduğu çox gözəl edir. Bilirsiniz, ona görə bu sualı verdim ki, o ailələr dağılmırdı da, heç arzulamazam xalqıma. Ailə, yəni bizlər bir söz vardı, bir dəfə qurular, nəsilli, nəcəbətli, nəvəli, kötücarı olardı. Yəni mən tarixə biraz az keçmişəm, nəzər salanda çox. Siz elə gəlmirmi ki, biraz o böyük kiçik pərdəsin haradasa götürülməsi, yəni bu yaxşı olub, heç də onlara, gənc ailələr aparmır. Haradasa keçmişdən bu gözəl adətlərimizi, heç bir millətdə hamısına məmnun olan bu adətləri biz biraz da qabarıq formada daşısaq, müqəddər ailələrimiz biraz da çoğalır. Mən elə düşünürəm, siz nə düşünürsünüz? Xalqın içində olan bir ziyalı kimi xeyirlərdə, şərlərdə oluram, yəni tədbirlərdə ona görə də bu sualı verdim. Görüşlərdə oluram və elə alicə bir şeyi götür ki, səhərlər tutaq ki, işə gedəndə biz avtobusda əyləşirik, ya metroya binirik. Mən son neçə ildir artıq əlimdə bir kitab götürüb oxuyan gənclərimizə rast gəlmirlər. Gənclərimiz əyləşirlər, hamısı... Bilirsinizlər, Aşıqın çoxu deyir ki, internetdə hamısı var belə. Amma dilin formalaşması üçün siz bu işin mütəxəssisiniz. Dilin formalaşması üçün kitab oxumaq... Onlar tamam olur. Kitab oxumadan canlı olaraq özün əlinə alıb kitab oxumaq. Bəli, nif mədəniyyətinin inkişaf eləmək. Orada körkələrinə barmağından iləri geri fırlanmanın o kitab oxumaqda deyil, o baş kirləməkdir və üzr istəm ifadəm ölür, bəlkə yerinə düşmür, o başı xarab eləməkdir. Bir Aşıqın, Vidadi Babanın Vicdan Susanda əsərini mən 5-ci sinifdə olanda oxumuşdur və bizdən istəyirlər də, tələb edirlər. Yay tətilində kitab oxumaq. Elə olurdu ki, onu üçümüz, dördümüz oxuyurdu. 2 saat birimiz oxuyurdu, 2 saat birimiz. Mən istəyirəm o... Mən sizə keçid almaq istəyirəm, bu toy adətlərindən, müəyyən adətlərdən keçid almaq istəyirəm şeylə. Mən də bir Kəlbəcər torpağının evladı kimi, o müəyyən adət-ənənələri, o sual verdiyim adət-ənənələri görüb, gözəl adət-ənənələri görmüş birisi kimi, bəlkə o Kəlbəcərdən gəlir də ki, su dolduran deyil ağlayır, o qulaqların, o cəmaatın içində biraz sıxılır, yəni necə deyirlər, çox utancaq olardı bizim qız gəlinlərimiz, biraz ağır, həyə isməti. O gəlin sizcə onu ağladan səbəb nə idi? O şeirimiz çox təsirlidir, bir də çadırda dünyaya o yatırmır. Bir də öncə istəyərdim, hələ bundan öncə deyim. Siz deyirsiniz, bu yaz Qarabağa gəldi mi? 4 aprel hadisələrindən sonra bir şeiriniz var ki, deyərsən, az da olsa gəldi. Qarabağa gəldi mi? O, xahiş edirəm, o ardıcı sonra o bir şeirlərə ayarım. Mən o şeirlərin hamısını, yəni imkanımız daxilində o şeirləri oxuyacağım, amma sizin o sualınız yerinə düşür, yəni birbaşa ona cavab vermək istəyirəm ki, bu yaz gəldi Qarabağa deyəsən. Hamımızın yaralı yeri, hamımızın arzumuz. Bakıdan baxanda görünür daha. Bu qəm ürəklərdən silinir daha. Baharın gəlişi bilinir daha. Gəldi çölçəmənə dağa deyəsən. Bu yaz gəldi Qarabağa deyəsən. Bu bahara ümidim çox demişdim. Neçə bahar ötdü, fəsil dəyişdi. Qəhvlərin gülməsi bu yaza düşdü. Qızlar gəldi buzbulağa deyəsən. Bu yaz gəldi Qarabağa deyəsən. Bir an qalmış yurt yuvalar sevindi. Solğun düşmüş bağça bağlar sevindi. Doğma səsdən qarlı dağlar sevindi. Günəş düşdü bağçabağa deyəsən. Bu yaz gəldi Qarabağa deyəsən. Gözüm parçalandı, tükendi səbir.
Hər əskər bir pələng, hərə bir bəbir, top tüfək səsindən gül ətri gəlir, bahar gəldi Dəli dağa deyəsən, bu yaz gəldi Qarabağa deyəsən. Bu günü gözlədik illərdən bəri, düşmənə məzardır döyüş səngəri, sənə halal olsun vətən əskəri, daha çıxar el yaylağa deyəsən, bu yaz gəldi Qarabağa deyəsən. Məramın, məqsədin aydından aydın, şanlı şöhrətimi dünyaya yaydın, vətən gözün aydın, xalq gözün aydın, nur çiləndi ol ocağa deyəsən, bu yaz gəldi Qarabağa deyəsən. Biz bu yaza kuzu qurban demişdik, Şuşaya qurbandı 100 can demişdik, qalx ayağa Azərbaycan demişdik, səda düşdü sola, sağa deyəsən, bu yaz gəldi Qarabağa deyəsən. Daha sil gözünün yaşını mürvət, bəsdir daha dik tut başını mürvət, verdilər yağının aşını mürvət, daha gəldi can bıçağa deyəsən, bu yaz gəldi Qarabağa deyəsən, bu yaz gəldi Qarabağa deyəsən. Təşəkkür edirəm Mürvət müəllim. İnanın ki, sizin şeirlərinizə qulaq asdıqca çox insan kövrəlirsə də, şeiri elə deyirsiniz, elə yazırsınız. Bu işdən, hər şey işdən gəlməlidir. Bu musiqi də belədir, öz sənətində belə. İşdən gəlməyən də biraz insanlara çatmır. Sizin içinizdən gəlir bu duyğular. Ona görə şeiriniz belə mükəmməldir. Oxucular ona görə sizi çox, milyon oxucular çox sevir. Şəxsən mən özüm sizi dinlədikcə mən elə bilirəm ki, Bəhmən Vətənoğlu torpağı sanı yaşayım. Elə biləm Bəhmən Vətənoğlu studiyamızdadır. Şücayət. Ən azı 4 sətrində böyük mənalar, romanların verə bilmədiyi mənanı kəşf edib verə bilən. Elə biləm Ramiz Rövşən buradadır. Çox gözəl, çox gözəl. Yəni sizin şeirlərinizin, diksiyanızın, onu çatdırmaq bacarığınızın qurğunu yəni. Siz o görən bu yaz Qarabağa gəldi şeirində, indi mən başa düşdüm ki, niyə döndünüz o Afrika şəhidlərinə? Bəli, o torpağın bir şəhidə baş çəkdik biz orada, indi onun haqqında geniş mövzumuz, verişimiz olacaq. Təbii ki, bugün o mövzuya ötəri toxunuram. Siz ona görə ora döndünüz ki, o torpağa yazı biraz gətirdi və canını vətən yolunda qurban verdi və dediniz, biz bu şəhidin evindən, ailəsindən ötəri keçə bilmərik. Sizdə olan vətənpərvərliyinə afərin deyirəm, sizdə olan milli qürura afərin deyirəm. Gənclərimizə nümunəsiz. O şeiri amma mənə çox təsir edir ki, o heç yadından çıxmır. Qəmgin notlara istənəsən də belə köklənməyə boşluyur. Qəmin özünü insan yaşayanda sevincin dadını daha gözəl duyur. O həsrəti daha gözəl duyur və o torpağa can atmağa daha meyil olur. İstəyərdim Kəlbəcərdən gələn çadırda dünyaya oğul getirmə. Bunu nə fikirləşdiniz, nə gördünüz, sizi bu şeiri deyəsiniz və nə məcbur oldu ki, siz bunu yazırsınız? Mən öncə də qeyd elədim, mən əzəldə burada yaşamış bir adamım, amma mən Bakının Günəşli qəsəbəsində yaşayıram. Kəlbəcərli yurttaşlarımız köçkün gəldilər və bizlə üzbəyiz binada məskunlaşdılar. Və mən bir səhər işə gedəndə gördüm ki, Kəlbəcərli qız gəlinlər bizim evin qarşısındakı su kranından su götürmək üçün növbəyə dayanıblar. Biri də əllərini boynuna qoyub xəyala dalıb, yanağından da yaş axırdı. Vedrəsi də yanındaydı. Mən düşündüm ki, yəqin bu Kəlbəcərin Gürrah çaylarını, şırşır bulaqlarını yadına salır. İndi bir vedrə su götürmək üçün növbəyə durur. Ürəyim qana döndü və həmin o Kəlbəcərdən gələn şeiri yarandı. Buyurun. O gəlinin elə bir ki, qəlbindən, ürəyindən keçənlər, tək o gəlin üçün yazılmamışlar əlbəttə bu şeir, o da bir bəhanə idi. Bütün gələn, Qarabağdan gələn, düşman taxtağı altında olan torpaqlarımızdan çıxıb, müvəqqəti olub, gəlib Bakıda məskunlaşan gəlinlərimizə, analarımıza, bazarımıza həsr olmuş bir şeydir. Kəlbəcərdən gələn amandır, ürəyimi qan eləməsən Allah. Günəşlinin çöllərində mən indi hardan alım gül bulağım sabah. Zamanların pozulubdur bərsəngi, gül sinələr güllələrə tuş qalıb, isti suda qanla dolub səhəngin, günəşlidə vedrələrin boş qalıb. Hardan alıb o aynalı bulağı, uynasan, daranasan hər səhər, çətinsə də çəkməlisən bu dağı, növbələrə dözməlisən mütəhər. Qəlbim yandı, qəmli gördüm üzünü, gözün əmli, xəyallara dalmışsan, kör olaydım, görməyəydim bugünü, dağlar qızı kör, nə günə dalmışsan.
saç dağınıq, solubdur al yanaqlar. Hər gördüyün sənə böyük zərbədir. Gəl deyir, orada şırşır bulaqlar, burada suya, çörəyə də növbədir. Başların ömür kəsir ömürdən, kədərimə yeni kədər yapılar. Bu talih çıxmaq olmaz əmirdən, gün gələr ki, xilaskarın tapılar. Qeyrət bir gün yatmışları silkələr, Allah bir gün ağıl verər bizə də. O nilparlı bulaqlarda gün gələr yuynarsan, daranarsan təzədən. Səni belə qəmli görmək yamandır, sil gözünü, yaraşmayır sənə ah. Kəlbəzərdən gəlin amandır, ürəyimi qan eləməsin Allah. O gün o gəlini elə görməyim, yəni bir daha o sonda da qeyd edirəm, bir gün qeyrət yatmışlar, silkələr, Allah bir gün ağıl verər bizə də. O nilparlı bulaqlarda gün gələr, o gəlinlərimiz yuyunacaq, daranacaq inşallah. O şeir o ağrazıdan elə yaranmışdı və mən elə bilirəm ki, bütün torpaq həsrətli, yurt miskinli insanların ağırlarının hamısının müzəssiməsi olan bir şeydir. Bir dənə də kesil ala, əzim musiqi kesin, onu da çox istəyir, çox birinci bir səhədə olmuşam. Sizin şehirlərinizdə gələcəksiniz dinlənəmə. Saatlarla, günlərlə deyərdim ki, aylarla insan doymur. İnanınız güclü, təminiz, rəvanlarınız olsun. Allah sizi, ikimiz yalımızı örnek olan saqqalı kimi, gençlərimizin üzərindən əks eləməsin ki, sizin kimi dəyərli söz sərqlarından gözəl nəticələr, gözəl vətənpərvər ruhda gençliyimiz yetişə bilər. Mən istəyəm, yeri gəlmişkən bir şey bildirim. Bugün siz müğənnilər də, deyək ki, müğənnilərimiz, sənətkarlarımız, xanəndələrimiz, şairlərimiz, yazıçılarımız, elmi sənət adamları, bugün bunların hamısı özünü qaçqın köşkün hiss eləməsə, özünü Qarabağlı hiss eləməsə, o torpaqlara geri qayıtmaq bizim üçün çətin olacaq. Məsələn, mən sizi çox yaxşı tanıyıram, bu yaxşı bir 30-dan çox ölkədə olmuş bir müğənni kimi, mənim də yaxşı tanıdığım, hörmət elədiyim, sevə-sevə mahnılarına qulaq astığım gözəl sənətkarımız Məmməd Bahar Bağırzadənin yanında olmuşsunuz, deyək ki, şəhidi olmuşsunuz. Bəli, və sizin mahnılarınızı dinlədikcəm, doğrudan da insan, sizin sözünüz olmasın, elə buradan durub o torpaqlara getmək istəyir. Təşəkkür edirəm. Bilirsiniz, hər şey işdən də olmalıdır. Hər şey insan yaşayan da, yəni deyirəm, bu dəqiq olmalıdır. Bu nətər? İnsan bir şeiri də işdən yaşayan o şeir gözəl alınır. Musiqi də mən elə başa düşürəm ki, işdən o hissləri yaşayanda mükəmməl olur. Çox sağ olun, siz özünüz dəyərlisiniz ki, dəyərlərə qiymət verməyə bacarırsınız. Mürvət müəllim, bir dənə musiqiyə keçid alaq, sonra çadırda dünyaya gələn uşaq nə olar, neynər, yəni onu da ardınca həmən elə o şeir gəlir. Bizimlə qalın, onların xidmətimiz açıqdır, əziz dinləyicilər. Xatırladım ki, hər həftənin bazar ertəsi axşam 8-dən 9-a kimi sizin canlı efirdə qonağınız mən, aparıcı müğənni Nizami Kəlbəcərlidir. Hər həftənin bazar günü axşam saat 8-dən 9-a kimi isə televiziya verilişimiz ekranlarımızın qonağıdır. Bizimlə qalın, bura çox maraqlıdır. Bizim verilişimizdə xalqın sevilən, sayılan, seçilən sənətkarları, şairlər, müğənnilər, sənət adamları, tibb adamları, demək olar hər mövzunu əhatə edən, xalqı maraqlandıran problemlərə cavab verə biləcək, onları maarifləndirə biləcək bir insanlar olacaq. Çox sağ olun. Mən inanıram xalqımız o yerdədir ki, bir əmrə bu xalq, qadını da, kişisi də bir əmri gözləyir. Sadəcə bizim Ali Başkomandanımız özü bilir ki, bunlar gecikdirib gedir. İstəyir ki, bu torpaqlar itkisi. Sizin andırıram ki, mən bilirəm, inanıram, görmüşəm hər hissələrdə olduqca konsertlərdə, planda, tədbirlərdə. Bizim 3 günə bütün Qarabağ azad eləməyə qüdrətli ordumuz var. Allah vətənimizi qorusun. Verilişin sonunda istəyərdim ki, bizim dinləyicilərimizə, tamaşaçılarımıza, yaradıcı heyətimizə, verilişimizə arzularınızı bildirərdiniz. 4 dəqiqə vaxtımız var ki, sizin
ilk verilişinizdir və mən də verilişinizin ilk qonağıyam. Bəli. Mənim üzərimə burada hardasa böyük bir məsuliyyət də düşür. Yəni bir söz adamı olaraq, vətənpərvər bir insan olaraq mən sizin bu vətənpərvər ruhda yazılmış verilişinizə, çəkilişinizə, sizə uğurlar arzulayam. Sizə uğurlar arzulayam. Çox yaxşı bir işlə məşğul olursunuz. Təşəkkür ederim. Mənim ayağımda sayalı olsun, sizin verilişiniz də qoy davamlı olsun. İnşallah. İnşallah dediyim kimi, bundan öncə də dediyim kimi sizə də, rəhbərliyinizə də, çəkilişdə iştirak edənlərin hamısına uğurlar arzulayıram və növbəti verilişlərimizin inşallah tezliklə o tapdaqlar, İnşallah. Orada eləyək və inşallah televiziya layihəmizdə də Allah qoysa. İnşallah biz sizinləyik. Çünki sizinlə də olmalıyıq. İnşallah elə bir verilişimizdə də sizin ailənin qonağı olaraq görmək ki, Allah qoysa inşallah. sizi kimi çünki ziyalıdan, sizi kimi ziyalını görmək, sizi kimi ziyalının tərbiyə elədiyi ailəni, vətənin yetişdirdiyi oğulları görmək, onları necə bir vətənpərvərlik ruhunda necə tərbiyə edirsiniz. Bunları da çəkərik, xalqımıza təqdim edərik. Bizim xalqımızın çoxu nümunəvi, çox örnək, necə deyərlər, adət-ənənələrini yaşadanlarımız var. Onlardan biri də sizsiniz. Bu sizin şeirlərinizdə, bu sizin özünüzə hörmətinizdə, xalqa hörmətinizdə bir ziyalı olaraq mən özüm şəxsən çox məclislərdə şahid olmuşam. Çox şahid olmuşam. Mürvət müəllim, çox xoş oldu. Deyərdim ki, bu saat, bu bir saat vaxtımız necə gəldi, keçdi. Vallahi heç doymadım, mənim üçün bir an olaraq. İnşallah yenidən studiyamızda bu gözəl, sevilən, dinlənilən, baxımlı kanalımızda, Bakı Milli Televiziyasında və Bakı az onlayn teleradiyomuzda görməklə məmnunum. Bir daha deyirəm ki, çox xoş gəlmişdir. Sağ olun, siz də sağ olun, sizlərə uğurlar arzulayıram. Təşəkkür edirəm. Bununla da verilişimiz sona çatır. Hörmətli tamaşaçılar, öncədən deyim ki, az öncə də xatırlatmışdım verilişin əvvəlində, mənim televiziya layihəm biz sizinləyik. O da çox böyük, geniş mövzuları, hər bir problemləri işıqlandırmaq, həmişə, hər zaman yəni adından da göründür. Biz sizinləyik, sizin yanınızdayıq. Yaxşı, sizi düşündürən əlavə nə problemləriniz olsa kanalımıza müraciət edin, məktubla. Xatırladıram ki, telefon nömrələrimiz, studiyamızın nömrələri də həmişə aktivdir. Məktubla müraciət edə bilərsiniz. Eyni zamanda buradan xatırladıram ki, şəxsi, yəni mobil nömrə ilə də əlaqə qurmaq şansı var sizdə. 077 366 24 66-dan mobil operatorlarımız 055 221 0198 Baksel abunəçilərimiz də və istənilən operatorlardan ev telefonlarından müraciət edib problemlərinizi, işıqlandırmanızı və ya nə olsa istəklərinizi, verilişlə bağlı fikirlərinizi bizimlə bölüşdürə bilərsiniz. Bir daha sizinlə sağollaşıram. Gecəniz xeyrə qalsın. Bununla da verilişimiz sona yetdi. Həftənin bazar ertəsi saat 8-də radioda onlayn xidmətə bizi dinləməyi unutmayın. Bazar günü isə yenə saat 8-dən 9-a kimi ekranlarınızı qonarıq. Gecəniz xeyrə qalsın. Hələlik deyirəm.